Allahümme salli ala Muhammedun və ali Muhammed və accil fərəcəhum. Salam, hər vaxtınız xeyir olsun əziz televiziya tamaşaçıları. Hər birinizi İslam tarixi və təhlillər verilişinin növbəti buraxılışından salamlayıram. Əziz tamaşaçılar, biz İslam tarixini bildiyiniz kimi silsiləvarı olaraq irəli gedirik və verilişlər bu cürdur ki, hicrət ilinin hər ilində baş vermiş hadisəni bizim verilişimizin qonağı təhlil edərək irəliləyirik. Biz keçən verilişimizdə Bədir döyüşünü artıq çox geniş izah elədik. Bir neçə də verilişdə. Keçən verilişimizdə isə artıq Ühüd döyüşünə çatdıq. Yəni hicrət ilinin 3-cü ilində bu barədə geniş söhbət edə bilmədik. Çünki bizim verilişimizin vaxtı buna cavab vermədi. Ümumi olaraq külliyyatından danışdıq, verilişimizin qonağı Ühüd döyüşünün külliyyatından danışdıq. Bu verilişimizdə də biz yenə də Ühüd döyüşünün xırdalığına işarə edəcək və bu barədə təhlillər aparacağıq. Verilişimizin həmişəki qonağı İslam tarixi üzrə fəlsəfə doktoru Rafail Hüseynovdur. Salam Rafail müəllim, bir daha sizi salamlayıram. Aleyküm salam, çox sağ olun Şamil müəllim. Mən də həm sizi, həm dəyərli izləyiciləri salamlayıram. İnşallah ki, verilişimiz tamaşaçıların xoşuna gəlsin və bu tarix ki, özü şirindir. İnşallah daha da şirin olsun və həyatımızda ibrət götürək. İnşallah. Aleyküm salam. Rafail müəllim, bu günləri bizə hansı xırdalıqdan başlayacaq? Keçən verilişdə demək olar ki, külliyyatını danışdıq. Bugün sizə elə yenə əvvəldən təfərrüatı ilə qabağa gedək. Bəli, buyurun. Bismillahirrahmanirrahim və bihi nəstəin. Elhamdülillah və sallallahu ala Muhammedin və alihi təyyibinət tahirin. Qeyd olundu ki, Bədir müharibəsi ki, hicrətin 2-ci ilində baş verdi və Qureyş müşrikləri ağır itki verdilər. Demək olar ki, onların nə qədər başda gedənləri var idi. Əbu Sufyandan başqa və Əbu Ləhəbdən başqa hamısı öldürüldü o müharibədə. Bəli. Və bu o qədər ağır oldu ki, demək olar ki, bütün Məkkə əzaya boyandı və bunlar intiqam hissi ilə yaşayırlardı və o qaydandan sonra demək olar ki, növbəti müharibə üçün hazırlıq görürlərdi ki, intiqam alsınlar. Buna görə bunlar baxın, Bədir müharibəsi nə vaxt baş verdi? Əbu Sufyan Şamdan ticarət karvanını aparırdı Məkkəyə. Doğrudur. Ticarət karvanı böyük bir karvan idi. Bəli. Və bu karvanın da demək olar ki, çoxlu gəliri oldu. Həm də ki, Məkkə böyüklərinin orada səhmi də var idi də. Bəli, bəli. Yəni təkcə Əbu Sufyanın özünə aid deyil idi. Əbu Sufyan karvana başçılıq eləyirdi. Demək olar ki, Məkkədə olan o əşraf əyanın hamısının malı var idi orada. Yazırlar ki, 3000 dəvə idi, 50.000 dinar, 50.000 dinar 500.000 dirhəm eləyir. Dinar qızıl puldur, dirhəm gümüş puldur. Hər 10 dirhəm 1 dinar eləyir. 50.000 dinar, yəni 500.000 dirhəm pul idi. Bunun da bu qədər də gəliri oldu. Yəni 50.000-də gəliri oldu. Bu gəliri heç kəsə, hamının öz sərmayəsini qaytardılar özünə, amma o gəliri vermədilər. Gəliri ayırdılar müharibəyə. Bu 50.000 dinarla silah-sursat aldılar, mini aldılar, nə bilim, qılınc, hər nə ki, müharibəyə lazım idi, onlardan aldılar və bir sıra əskərlər müzdlə tutdular və böyük bir qoşunla, Bədirdə nə qədər idi? 1000 nəfər. Burada 3 bərabər, 3000 nəfər. Bu 3000 nəfər qoşun, demək olar ki, müxtəlif tayfalardan, qəbilələrdən Qureyşin arasında və xüsusilə onlar ki, itki vermişdilər Bədirdə. Onların övladları, qohum-əqrəbələri, qəbilə adamları, bunlar hamısı bir növ qəzəbli şəkildə intiqam almaq hissi ilə yaşayırlardı. Və Şəvval ayının 7-sində
hicrətin 3-cü ilində, Bəli. 32 ay hicrət, Peyğəmbərin hicrətindən sonra bu Ühud müharibəsi baş verir və müsəlman qoşunun sayı 1000 nəfər idi. Amma deyəcək ki, 1000 nəfər Mədinədən çıxanda idi. Artıq Ühuddə 1000 nəfər deyil idi. Onun 3də biri ayrılmışdı. Düşmən qoşununun sayı 3000 nəfər idi. 3000 nəfərin 700 nəfəri zirehli idi. 200 nəfəri atlı idi və bundan əlavə də 3000 dəvə gətirmişlər özlərindən. Bu dəvələr həm minik üçün idi, həm bunların azuqəsi idi, yemək azuqəsi idi, qidaları idi. Bundan əlavə 3000 nəfər Qureyşdən əlavə 50 nəfər də Mədinədən bir dəstə gedib qoşulmuşdu Məkkədəkilərə, Qureyşlərə. Bəli. Onlarla bir yerdə müharibəyə gəlmişdilər. Bu bir şəxs var da, Əbu Amir Rahib. Əbu Amir Rahib Mədinədə olurdu. Mədinədən Yəni müsəlman olmuşdu ya? Xeyr. Müsəlman deyil idi. Bəli. Bu Mədinədən getmişdi, qoşulmuşdu müşriklərə və onlara deyirdi ki, nə vaxt istəsəz Mədinə cəmaatına müharibə eləsiniz, biz də hazırıq. Bir 50 nəfər də Mədinənin cavanlarından özü ilə aparmışdı. Buna qoşulmuşdular. Buna Əbu Amir Rahib deyirlərdi. Müsəlmanlar buna Əbu Amir Fasiq deyirlərdi ki, bunun barəsində danışacaq. Bəs 3000 nəfərdən əlavə 50 min də bunlar idi. Bunun sözü bu idi ki, məni aparın müharibəyə. Bu Ənsardan idi, Mədinəli idi. Səhv etmirəmsə Oğuzdan idi. Deyirdi ki, məni aparın, Mədinə cəmaatı məni görsə döyüşə gəlməyəcək, döyüşməyəcəklər, qayıdacaqlar. Çünki mən oradanam da. Doğrudur. Beləliklə, bunların məqsədi də Bədirdən intiqamını almaq idi. Peyğəmbərin Mədinədə canişini kim idi? Əbdullah ibn Ummi Məktum idi. Əlbəttə namazda. Peyğəmbər bir nəfəri namaza, bir nəfər də ümumi işlərə təyin edirdi. Və bu müharibənin nəticəsi nə oldu? 70 nəfər müsəlmanların böyüklərindən, yəni o dəyərli sahabələrdən, böyük şəxsiyyətlərdən 70-i şəhid oldu ki, cüziyyətindən danışacağıq. 60 dənə ayə nazil oldu bu müharibənin barəsində. Yəni, müharibənin nə qədər əhəmiyyətli olmağın göstərir. İnşallah qismət olsa növbəti verilişlərdə o ayələrə də toxunarıq. Bəli. Rəfal müəllim, bu ki deyirsiniz intiqam hissi ilə Qureyşlilər yaşayırdılar ki, hazırlıq görürdülər döyüş üçün. Təxminən bir il çəkdi də, bir il, bir ay çəkdi Bədir döyüşü ilə Ühud döyüşünün arasında olan fasilə. Niyə intiqam almaq istəyirdilər? Nə həssaslıq var idi burada? Nəyə görə? Yəni, müharibə idi, baş verdi, qutardı. Onlar Məkkədə, bunlar Mədinədə. Nə səbəb oldu ki, bu intiqam hissi alsın, yaşansın bunlarda? Ümumiyyətlə, ərəblər belə bir şeyə çox həssas idilər, təəssübkeş idilər. Onların qəbilələrindən bir nəfər ölsəydi, öldürülsəydi, mütləq intiqam alarlardı. İntiqam almasaydılar, özlərini məğlub hiss edirlərdi və necə deyərlər, özlərinə sığışdırmırlardı ki, məsələn, bizdən bir nəfəri öldürüblər, biz sakit qalaq, intiqam almayaq. Hətta sadə bir nəfər ki, bunların qəbiləsindən deyil, bunların qəbiləsindən qoşulub, pənah gətirib, hətta onun belə qanın qorumağı özlərinə borc bilirlərdi. İndi siz təsəvvür edin ki, müşriklərin böyükləri, ağsaqqalları, müqəddəsləri, əşraf əyanları aradan gedib, bunların övladları, bunların çox da qəbilə başçıdır. Məsələn, Əbu Cəhl Bəni Məxsumun başçılarındandır, qəbilə başçısıdır. Bu qəbilənin adamları necə özünə sığışdırsınlar ki, bunların qəbilə başçısını müsəlmanlar öldürüblər, amma bunlar laqeyd qalsınlar, intiqam almasınlar. Utbə kimi, Şeybə kimi, nə bilim, Üməyyət ibn Xələf kimi bu cürə böyük şəxsiyyətlər ki, hər birinin övladları var, qəbiləsi var və qəbilənin də sadə adamları deyirlər. İndi bunları müsəlmanlar öldürüblər və təbii ki, aralarında bir düşmənçilik də qabaqcadan vardı. İndi bunlar əgər laqeyd qalsalar, laqeyd yanaşsalar, digərləri bunları qınıyar. Bilirsiniz nə demək istəyirəm? Yəni, bu müsəlmanlar ki, Bədir döyüşündə qələbə çaldılar müharibədə,
və müşriklər məğlub oldular. Mən demək istəyirəm ki, bu hissi yaşamırdılar intiqam almaq üçün ki, müsəlmanlar daha da gücləşir, biz amma zəif qaldıq. Yəni, bir növ intiqamımızı alıb özümüzü göstərməliyik ki, yox, biz zəif deyilik. Bu məqsəd deyil idi, yəni. Ola bilər bu məqsəd də olsun, amma mən elə bilirəm ki, bu məqsəd çox artıq öndə deyil idi. Öndə olan bu idi ki, ölənlərimizin, qəbilə başçılarının, əşrəf əyanların intiqamını alaq, atalarımızın, babalarımızın intiqamını alaq. Bu öndə idi. Yəni, onların o qəzəb hissi də buradan yaranmışdı. O qəzəb hissi yarananda da artıq o məsləhət, mənfəətlər gedir ikinci dərəcəyə. Və bir tərəfdən də ki, bunlar artıq 1000 nəfər olmuşdu, 3000 nəfər. Arxayın idilər ki, biz qələbə çalacağıq. Və Əbu Sufyan da ki, hiləgər bir şəxs idi. Bədirdə yox idi. Bəlkə də belə bir təsəvvür var idi ki, məsələn, Əbu Sufyan artıq qoşuna başçılıq eləyir. Bunu daha da tədbirli olacaq, daha da tez nəticə verəcək və qələbə ilə qayıdacaq. Bundan əlavə bunlar başqa tədbirlər də görmüşdülər. Məsələn, qadınları gətirmişdilər. İndi adlarını çəkəcəm. Təqribən 8-10 dənə qadın idi. Bunların çoxsunun öz həyat yoldaşları idi. Bəzisinin anası idi, həyat yoldaşı idi. Bunlar da müharibəyə gətirmişdilər. Niyə? Orada dəf çalsınlar, nə bilim, oxusunlar və şeir oxusunlar, kişiləri həyəcana gətirsinlər və meydana göndərsinlər. Döyüşməyə, bəli. Bundan əlavə şairləri gətirmişdilər. Bu şairlər ümumiyyətlə o zamanda çox önəm daşıyırdı. O zamanın mediası hesab olunurdu şair və şairlər eləyə bilirdi, şeirlə insanları həyəcana gətirsin. Və adətən də hər bir qoşun ki, içində şairlər var idi. Baxın, məsələn, o vaxtçı müharibələrdən danışanda deyirlər, məsələn, filan kəs gəldi meydana, rəcəz oxudu. Bunların təsiri var idi, həm özündə, həm qoşunda. Şairlər də gəlirdi, insanları nə edirdi? Həyəcandan gətirirdi və səbəb olurdu ki, artıq o ağıl, düşüncə, necə ikinci dərəcə olsun, bəli, artıq o hissiyatla meydana gəlsinlər. Məsələn, bir şəxs var idi, Əbu Əzzə. Bu Əbu Əzzə Bədir müharibəsində əsir düşmüşdü. Özü müşriklərin, Qureyşin böyük şairlərindən idi, bacarıqlı şairlərindən idi. Bədirdə əsir düşmüşdü. Peyğəmbər adətən əsirlərdən nəsə alıb buraxırdı. Ya pul alırdı, ya nə bilim onlar yazıb oxumağı bilənlər müsəlmanlara yazıb oxumaq öyrədirlərdi. Peyğəmbər hətta öz əmsin də belə buraxmadı. Dedi ki, pulumu ver, azad olsun. Dini terminlə desə fidyalı buraxırdı. Bəli. Bunu amma havayı heç nə almadan buraxdı bu Əbu Əzzəni. Amma bir təəhhüd aldı bundan. Dedi ki, bir də müharibələrdə iştirak edib cəmaatı meydana gətirmə, qızışdırma. Bu da qəbul elədi. Peyğəmbər bunu minnətsiz buraxdı. Minnət qoydu buna, pulsuz buraxdı. Və bu qayıtdı getdi müşriklərin arasına. İndi Ühüd müharibəsində bunu getdilər, çağırdılar ki, sən də gələcəksən. Dedi, yox, mən Peyğəmbərlə, Məhəmmədlə əhd peymanım var ki, bir də müharibələrdə iştirak eləməyim. Bir şəxs var idi, Səffan adında, Səffan ibn Ümeyyə. Bu Ümeyyə Bədirdə ölmüşdü. Səffan da onun oğlu idi. Dedi ki, gəlcinən müharibəyə, mən səni biniyaz eləyəcəm dünya malından. Yəni, əgər qaydanda sağ qaldın, sənə o qədər mal pul verəcəm ki, dünya malından ehtiyatsız ol, sərvət verəcəm. Əgər dünyovu dəyişdin, həlak oldun, sənin qızlarını gətirib öz qızlarım kimi bəsləyəcəm, öz evimə gətirəcəm, öz qızlarım kimi. Belə bu cür bunu həvəsləndirdi, vəsvəsə elədi, bu da gəldi meydana. Məsələn, bu bir şair idi ki, təbii ki, çox rolu var idi. Məsələn, Bəni Kinanə qəbiləsinin meydana gəlməyinə bu səbəb oldu. Bu getdi onların arasında şeir dedi, onları həyəcana gətirdi. Şuura gətirdi. Digər bir şair Musafi ibn Əbd-i Mənaf idi. Bu da Bəni Malik qəbiləsinin
tayfasının meydana gəlməyinə səbəb oldu. Baxın, görün, o zamanda şairin nə qədər rolu var idi, təsiri var idi. Və ümumiyyətlə bilirsiniz də, o zamanın sanki möcüzəsi hesab olunurdu şeir. Şeirə də çox əhəmiyyət verirlərdi. Digər bir şəxs və beləliklə təsir qoyan adamları istər sözü ilə, istər necə deyirlər, şeiri ilə, istər qılıncı ilə, istər ox atmağı ilə, o təsirli adamların hamısını gətirirlərdi meydana. Əgər bir adamın yaxşı bacarığı vardı, ox atmaq bacarığı vardı, gedirlərdi, onu tapırlardı, gətirirlərdi. Məsələn, bir şəxs vardı, Vəhşi adında. Bu, Cübeyr ibn Mut'imin qulu idi, Həbəşili idi. Bu Vəhşi əsl adı Əba Dəsmə idi. Bu Vəhşi yaxşı ox atmağı bacarırdı. Oxu heç vaxt xətaya getməzdi. Oxu, nizəsi xətaya getməzdi. Belə bir adam idi. Bunu Cübeyr ibn Mut'im deyir ki, gərək gedəsən meydana. Gərək gedəsən, mənim əmimi Həmzə qətlə yetirib Bədirdə. Gərək gedəsən, onun intiqamını alıb Həmzəni öldürəsən. Və Hind də bilirdi ki, bu yaxşı ox atmağı bilir, yaxşı bacarığı vardı. Bunu qızışdırırdı. Deyirdi ki, gərək gedəsən mənim ölənlərimin, atamın, dayımın, əmmin intiqamını alasan. Bəli. Və deyirdi ki, buna get qəlblərimizə şəfa ver cinən. Şəfa tap, şəfa ver bizə. Və buna vədə vermişdilər ki, əgər getsən Həmzəni öldürsən, səni azad eləyəcəyik. Və beləliklə, bu Həmzəni öldürəndən sonra Hind, Əbu Sufyanın xanımı, nə qədər üzərində qızıl var idi, boyunbağı, xal-xal, nə bilim, qolunda, qulağında, hər nə vardı, hamısını çıxartdı, verdi Vəhşiyə. Əvəzində neynədi? Ölənləri, şəhid o, müsəlman şəhidlərin muslə elədi. Muslə yəni tikə-tikə eləmək. Tikə-tikə eləmək. Barmaqların, qulaqların, burunların, onları doğradı. Onlardan özünə boyunbağı düzəltdi. Boyunbağı, xal-xal düzəltdi, onları vurdu. Görün nə qədər və Həmzənin yazılar ki, bəli, Həmzənin ciyərini çıxartdı, istəyirdi onu yesin, amma yeyə bilmədi. Hətta yəni dişə çəkmişdi. Bəli, bəli. Bəli. Və təkcə də Həmzəni də muslə eləməyiblər, digər şəhidləri də muslə eləyiblər. Və qeyd elədim ki, baxın, bunlar müharibə nəticə versin deyə bir neçə şeyə əl atmışdılar. Biri bu idi ki, şairləri gətirmişdilər, qızışdırsın meydanı, xanımları gətirmişdilər. Məsələn, Əbu Sufyanın xanımı Hind oradaydı. Təbii ki, onun da atası və əmsi Bədirdə öldürülmüşdür. İkrəmət ibn Əbi Cəhlin həyat yoldaşı, həm həyat yoldaşı da həm əmsi qızı idi. Ümmü Həkim oradaydı. Bilirsiniz ki, Əbu Cəhil də şeydə öldürüldü, Bədirdə öldürüldü. Bu İkrəmət sonra da müsəlman oldu. Və Haris ibn Hişam, bunun həyat yoldaşı Fatimə adında oradaydı. Səffan ibn Uməyyə, bunun xanımı Bərəzə oradaydı. Təbii ki, bunun da atası, yəni Səffanın da atası Uməyyət ibn Xələf öldürülmüşdü Bədirdə. Əmr ibn As, bunun həyat yoldaşı Reytə oradaydı. Və Təlhət ibn Əbi Təlhə, Sulafə adında bir həyat yoldaşı var idi. Və bir neçə, təqribən 8 dənə qadın adı və bir də Əmrə idi. Bu Əmrə yadda qalsın, buna qayıdacaq. Əmrə idi. Bu da müharibədə iştirak eləmişdi. Beləliklə, bunlar da insanları qızışdırırlar. Təbii ki, o kişilər də müharibədən buna görə qaçmırlar ki, yəni qadınlar baxır və qınayarlar bizi. Ona görə qaçmırlardı və bu qadınlar da yəni bekar oturmamışdılar. Orada gəlib zurna çalıb, dəf çalıb qızışdırırlardı meydanı, şeir oxuyurlardı, şuar verirlərdi. Və bunlar hərəkət elədilər Məkkədən, Peyğəmbərə xəbər çatdı. Peyğəmbərə xəbəri kim çatdırdı? Əmsi Abbas. Ki, bəs müşriklər hərəkət eləyib, böyük bir qoşunla siz də müharibəyə gəlir, hazırlıqlı olun. Şəvval ayının 5-i idi,
Peyğəmbər 2 nəfər şəxsi göndərdi ki, getsin axtarış eləsin. Bunlar getdilər, axtarış edildilər və başqa bir şəxsi də göndərdi, gedib onların sayını öyrənsin. Bunlar qayıtdılar, getdilər, gəldilər ki, bəs Həbab ibn Munziri göndərmişdi ki, onların sayını bilsin. Gəldilər ki, bəs doğrudur xəbər, böyük bir qoşunla gəlirlər, hazırlıqlı vəziyyətdə. Şəvval ayının 6-sında Peyğəmbər müsəlmanları yığdı, məsləhət elədi ki, nə edəcək? Peyğəmbər həmən günü səhər bir yuxu görmüşdü. Yazmırlar yuxuda nə görmüşdü, amma deyirlər o yuxunun əsasında Peyğəmbər belə nəticəyə gəlmişdi ki, Mədinədə qalsın. Şəhər daxilində. Şəhər daxilində müdafiə eləsinlər özlərindən, şəhərdən çıxmasınlar. Və müsəlmanlarla, sahabələri ilə də məsləhət məşvərət elədi. Onların da nəzəri bu oldu ki, şəhərdə qalsınlar. Amma bir sıra cavanlar dedilər ki, yox, biz şəhərdə qalmırıq. Niyə şəhərdə qalaq? Desinlər ki, qorxurlar, çıxmırlar, gəlmirlər bizə tərəf, şəhərdə sığınıblar, qocalara, arvadlara. Ona görə biz çıxmalıyıq, getməliyik onların qarşısına, orada müharibə eləməliyik. Bu hansı cavanlar idi? Onlar ki, Bədirdə döyüşməmişdilər. Şəhadət ruhiyyəsi var idi, şəhadət hissi var idi, biraz da o cavanlıq şuuru var idi. Deyirlərdi ki, biz şəhərdə qalsaq, deyərlər ki, qorxurlar bunlar. Ona görə gələk özümüzü göstərək və şücaətimizi göstərək, gedək bunların qarşısına. Bunlar çox israr elədilər ki, gələk biz çıxaq. Peyğəmbərdən xahiş eləyirlərdi, yalvarırlardı, israr edirlərdi ki, bizim sözümüzü qəbul elə, gedək şəhərdə qalmayaq. Bunu özümüzə ar bilirik şəhərdə qalıb müdafiə eləməyə. Amma sahabələrin Peyğəmbərin öz nəzəri nə idi? Şəhərdə qalmaq. Bəli. Peyğəmbər bu cavanların sözünü qəbul elədi. Qəbul elədi, dedi ki, bəs hərəkət eləyəcək. Peyğəmbər özü cümə günü idi. Zireh cümə namazını qıldı, özü zireh geyindi və buyurdu ki, hərəkət eləyəyin. Hərəkət elədilər, qoşun 1000 nəfər sayla. Yəni hələ məlum deyil də hara gedirlər, amma şəhərdən çıxdılar qırağa. Gedirlər düşmənin qarşısına. Yəni bilirlər onlar hardan gələcəklər. Niyə? Peyğəmbər məqsəd qoymuşdu ki, Ühud müharibəsində orada qarşılasın düşməni. Ühud dağının yanında. Və bu ki, elə Ühud müharibəsi deyilir, o dağa görədir. Və bir dağ da vardı, Eyneyn dağı, o da onun kənarındaydı. Peyğəmbərin artıq məqsədi cavanların sözünü qəbul elədi. Baxın, Peyğəmbər məsləhətə, məşvərətə çox önəm verirdi. Hətta o məsləhət, məşvərət doğru olmasaydı belə, qarşı tərəfə ehtiram göstərərək onu həyata keçirirdi. Məsələn, bəzi vaxtda mümkün idi ki, məsləhət Peyğəmbərin nəzəri fərqli olaydı və Peyğəmbərin o nəzəri doğru, nəticə verən, səmərəli idi. Amma Peyğəmbər üçün məsləhət eləyirdi. O məsləhətə də qulaq asırdı və həyata keçirdi. Rəfal müəllim, bu məşvərət məsləhət məclisində Peyğəmbərin əmisi, həm də ki, İslam ordusunun böyük sərkərdəsi Həmzənin də elə bilən fikri şəhərdən qıraqda müharibə etmək idi. Yəni, bir növ müdafiə xarakterli idi. Bu barədə bir şey bilirsiniz? Mən o cürə ki, oxumuşam, yazmışlar ki, yəni böyük sahabələrin hamısının nəzəri bu idi ki, Mədinənin daxilində olsun. Bəli, yadıma düşür, Həmzənin də fikri bu olur ki, şəhərdən xaric olsun. Amma Peyğəmbər əsasən kimin, o cavanların sözünü qəbul edib bu işi görür. Peyğəmbər cavanların israrı ilə Mədinədən çıxır və hərəkət eləyir. Yolda münafiqlərin başçısı bir şəxs vardı, Əbdullah ibn Umey. Bu Əbdullah ibn Umey problem yaradan şəxslərdən biri idi. Bu yolda Peyğəmbərə dedi ki, mən gəlmirəm müharibəyə. Sən mənim sözümə əhəmiyyət vermədin, cavanların sözün bizdən üstün götürdün, ona görə mən də qayıdıram. Bunu Peyğəmbərin bəzi sahabələri, o cümlədən Əbdullah ibn Əmir, bunu da anladı ki, bu işi görməcəklə Allahın Rəsulunun sözündən çıxma, itaətindən çıxma. Gördü ki, faydası yoxdur və buna nifrin eləyir. Bu da 300 nəfərlə qayıtdı. Yəni, qoşunun 1/3 qayıtdı geri. Yəni, təxminən 700 nəfər qaldı. 700 nəfər qaldı, bəli. Artıq müsəlmanlar amma əzmli şəkildə yollardan davam edədilər. Yəni, naümid oldular, nə zəiflik göstərdilər və ümidləri də bu idi ki, Allah
bunlara elə bir qüdrət, güc verəcək ki, onlara ehtiyacları olmayacaq bu qaydanlara. Bunlar gəldilər Ühüd dağına, Peyğəmbər özü qoşuna başçılıq elədi və qoşunu necə deyirlər, hazırladı, o strateji yerlərə işarə elədi. 50 nəfər göndərdi Eyneyn dağının başına və buyurdu ki, bizi arxadan qoruyun, qoymayın düşmən arxadan bizə hücum gətirsin. Hətta görsəz ki, biz öldürülmüşük, gəlməyin meydana. Yəni, düşməyin, oranı qoruyun. Əgər görsək ki, qələbə çalmışıq, qənimət toplayırıq, yenə gəlməyin meydana. Heç bir halda düşməyin buradan. Hətta görsəz ki, bizi öldürürlər məsələn. Hətta öldürüblər belə, siz düşməyin o dağdan. Bunlara dəfələrlə bu sözü təkrarladı. Tapşırdı ki, heç bir halda düşməyin. Və Mədinə bunların qarşısında oldu, Ühüd dağı bunların arxasında oldu, Eyneyn dağı bunların solunda oldu. Bu cürə müsəlmanlar müşriklərlə üzbəyüzə gəldilər. Orada. Bəli, Rafael müəllim, bizim vaxtımız sona çatdı. Çox həssas bir nöqtəyə çatdınız. Artıq lazımdır ki, bizim əlimizdə vaxt olsun. Bundan sonra daha da geniş söhbət eləyəsiniz. Biz bu söhbəti burada saxlayaq, bu mövzunu. İnşallah gələn verilişdən artıq müharibənin özünə daxil olaq da, elədir, doğrudur. Allah sizdən razı olsun, çox sağ olun. Bizim həmişə dəvətimizi alıb, gəlib bizim üçün bu gözəl, şirin və tarixi söhbətləri təhlil edirsiniz. Çox sağ olun. Sizə sağ olun. Bəli, əziz televiziya tamaşaçıları, bununla da bizim verilişimiz burada sona çatdı. Gələn verilişdə inşallah biz Ühüd müharibəsinin özünə vurud edəcəyik. Bu barədə söhbət edib təhlillər aparacaq. Allah amanında qalın.